İndi Əli müəllim Tyson'ın stilində bir kombinasiya göstərəcək və bu kombinasiya vurulan zaman olunan səhvləri, buraxılan səhvləri başa salacaq. Demək, yenə sağdan vurulan zərbə korpus bədəninə, yenə qaydırıq, bəli, qaydırıq stoyka vəziyyətinə, altdan çənəyə, çənənin altından və soldan huk, sol yan zərbəsi çənənin yanından. Tyson'ın məşhur seriyası, kombinasiyası. Və bu seriyanı vuranda hansı səhvləri eləməsinlər kombinasiyasında? Demək istəyir, zərbə vurduqca yenə qaydır, əllərə diqqətlə fikir veririk. Yenə əllər paslarını gördüyünüz kimi sol zərbə gedəndə sağ zərbə gəlir çənəni yenə yanına. Aşağı düşmür yəni. Hər dəfə, bəli, heç vaxt aşağı. Çünki zərbə vurduqca özün də açılırsan. 50% vurulan zərbə dəyə bilər, 50% boşa. Boşa çıxanda da rəqibin cavab zərbəsi gəlir. Heç olmasa boşa çıxanda rəqibin cavab zərbəsi sənin müdafiənin üstündən gəlir, əlcənin üstündən. Ona görə əllərə diqqətlə fikir vermək lazımdır. İndi bunu biraz da sürətli göstərək. Biraz da sürətli. Bəli, bir də Azərbaycanın Tyson'ı.